Ev şəraitində cəmi 15 dəqiqəyə hazırlaya biləcəyiniz, amma dadı Türkiyənin qənnadı mağazalarındakı kimi ləzzətli olacaq paxlava resepti. İnqrediyentlər: 100 qram şəkər, kərə yağı, qoz və ya digər sevdiyiniz qoz fındıq qarışıqları, 2-3 xörək qaşığı bal, 400 qram filo xəmiri. Hazırlanma qaydası: 1 xəmirin hazırlanması. Kərə yağını əridin və 2 qat qatlanmış filo xəmirinin üzərinə çəkin. Sonra xəmiri yağa buladıqdan sonra üzərinə xırdalanmış qoz səpin. Əgər qoz fındığa qarşı allergiyanız varsa, bunun əvəzinə kakos qırıntısından istifadə edə bilərsiniz. 2 bükmə və yerləşdirmə. Xəmiri boru formasında bükün və yüngülcə ortasına doğru sıxın. Hazırlanmış paxlavanı kərə yağı ilə yağlanmış dərin soba qabına düzün. Üstünü də kərə yağı ilə yağlayın. 3 bişir. Fırını əvvəlcədən 180 dərəcəyə qədər qızdırın və paxlavanı 20 dəqiqə bişirin. 4 şərbətin hazırlanması. Paxlava bişərkən şərbəti hazırlayın. Bir qaba 100 ml su, 100 qram şəkər və 2-3 xörək qaşığı bal əlavə edib qarışdırın. Şəkər tam həll olana qədər ocaqda qızdırın. 5 şərbətlə islatmaq. Hazır paxlavanın üzərinə isti şərbəti tökün və 5 saat saxlayın ki, yaxşı hopub yumşalsın.